bir belediyede 30 min avtomobil var ərazisində, biləcədir. Buna imkan verək biz, bu qanun vericisi dəyişirək. Hər avtomobildən ilə 10 manat əmlak vergisi götürür. Verir 300 min manat. Heç ayrı-ayrı dövlətin orada qurum yaratmasına, struktur yaratmasına, dövlət vəsait verməsinə ehtiyac yoxdur. Bu bələdiyyə öz-özünü həll edir, dövləti yükdən qurtarır. Bələdiyyələr hər avtomobildən əmlak vergisi alsınlar. Bu fikirləri Milli Məclisin iclası zamanı deputat Elşad Musayev bildirib. Onun sözlərinə görə qanunvericilikdə yeni dəyişikliklər olunsun və hər avtomobil sahibləri ildə 10 manat bələdiyyələrə vergi ödəsin. Tör-töküntü maşınlar var, məhəllə daxili yollarda, küçələrdə atıb gediblər. Bələdiyyə onlarla bağlı tədbir görsün, onların siyahısını tutsun, uçotunu aparsın, aidiyyəti qurumlara təqdim eləsin və yaxud da onların ətraf mühitə vurduğu zərəri qarşılasın. Amma əlavə bir vergi yükü kimi bunu sürücülərin üzərinə qoymağa mən hər hansı bir ehtiyac görmürəm. Yəni, sadəcə olaraq bugün mövcud olan ödəniş növlərinin hansısa bir hissəsini ayırmaq olar. Mən özümdə taksi şoğlu işləmişəm bir neçə il. Kim necə baxır, baxsın, bu səhv qanundur. Valla mən deşdim onu, mənim fikrimcə düzgün bir fikir deyil. Nəyə görə vergi verilməlidir ki? Şoförlər nəyə görə verməlidir? Zaten bələdiyyələrin işi özlərinə görə yaxşıdır. Çünki gəlir o deyil, qiymət o deyil. Biz zaten planı zorla veririk də. Yəni gündəlik xərci də nəzərə alsaq, yəni günə 20 manat pul qazanmıram. Bundan əlavə vergi də tutulsun, da nə oldu ki? Elşad Musayevin sözlərinə görə qanun əgər qəbul olunarsa, bu həm dövlət büdcəsinə, həm də bələdiyyələrin iş prinsiplərinə müsbət təsir göstərəcək. Fərid Yusifov, Cavad Qədirov, Günəş 13.